arılar sadece bal demək deyil. Onlar zəhmət, nizam və mənası olan ayrı bir dünyadır. Hansı ki, Qurani Kərimdə də öz yerini alıb. Əgər nə vaxtsa düşünmüsünüz ki, niyə bir arıçının balı qoyub, digərinin isə durub, və ya niyə birinin balı şəfa verir, digərinki isə inamsızlıq yaradır, və ya niyə bir bal ucuz, digəri isə 2 qat bahadır. Deməli, bu video məhz sizin üçündür. Burada reklam olmayacaq, sadəcə söhbət. Canlı, sadə və səmimi bir söhbət. Bal arıları və onların yaratdığı hər şey haqqında. Salam aleykum dostlar, mənim adım Samir, siz Halal Arıçılıq kanalındasınız. Artıq başa düşdüyünüz kimi bugün biz böyük bir yola başlayırıq, bal arısının yoluna. Bugün mənə köməklik edəcək dostlarımız Mehdi, Akşin, Oktay. Bugün sadəcə söhbətə başlayırıq, tələsmədən, xırdalıqlara getmədən. Amma növbəti bölümlərdə hər bir mövzunu detallı danışacağıq. Arıdan bala, şandan vəramına gedər. Odur ki, görsəz videomuz xoşunuza gəlməyə başlayır. Videonu bəyənməyə və kanalımıza abunə olmağa unutmayın. Arı nə üçündür, nə iş görər, nə edir bu arılar, nə deməkdir? Deməli, arılar belə götürək, yəni çox variantda arılar var. Azərbaycan dilində biraz bayaq söhbət edirdik, yəni ki, belə dildə bir dənə arı sözü var, amma başqa dillərdə başqa sözlər də var da, yəni bal arısı başqa arıdır. Bal arısına oxşayan növündə, yəni ki, həmin arılar var, bunlar başqa növdür. Var cır arı, var nə bilim, nə deyirlər bizdə eşşək arısı, nə arısı. Cəmaət bir söz deyir, kitabda başqa nəsə yazılır. Deməli, nədir də, bal gətirən arı ümumiyyətlə ancaq bal arısıdır. Bir növ arıdır, elədir ki. Onlarda çoxlu cinslər var, amma ki bir növdür də. Var ona, yəni həmin arılardan, arılar, həmin oxşuyur hər bir şey, amma bal gətirmir. Necə gətirmir? Özünə görə gətirir, özünə, amma bizə gətirmir də. Yəni ki, özünə gələn biraz yığır, bu bəs edir. Arı var ki, tək yaşayır. Bizim, misal üçün, bal arısı bu ailədir də, yəni ailə ilə yaşayır. Var arılar tək yaşayır. Cır arıdır, misal üçün, Rus dilində onun adı gedir asa. Yəni ki, bir də bu eşşək arısı deyirlər. Bunlar ümumiyyətlə bal arısının düşmənidir. Yəni ki, eşitmişsiniz bu aralarda çox, yəni ki, bu il nə günə qoyub cəmaatın bal arılarını, cəmaatın deyəndə elə bizim də cır arılar. Yəni, bunlar ümumiyyətlə bal gətirmir, bunlar nə deyirlər, razboyniklər. Yəni, ancaq dağıdırlar, yiyirlər, içirlər, yatırlar, bizim üçün də elə görsənir. Bu bal arısı ümumiyyətlə olmasa dünyada da, indi belə deyirlər, alimlər deyir ki, yəni ki, həyat olmaz. Çünki çiçəklərin bu, nə ki yiyirsən, meyvə, nə bilim, tərəvəz, digər nələrsə, çiçəklərin tozlanmasının böyük həcmdə faizini, bəlkə 80-dən çox tozlama işinə bal arısı baxır. Bir də var, Azərbaycan dilində bilmirəm onun, nədir, şmel. Şmel kim bilir Azərbaycan dilində? Zambur arısı. Yəni ki, o şmel özü də tozlanma üçün istifadə edilir. O da belə, yəni ki, bal arısı kimidir, amma o bizə bal vermir, amma tozlanmada istifadə edir. Misal üçün, parniklərdə onlardan istifadə edirlər. Şmel, xiyar, pomidor zat elə eşitmişəm. Onu da xaricdən alırlar kilo ilə. Kilosunu şeysə hoşuma alırlar, buraxırlar orada tozlanma. Çünki bal arısı soyuqda çox da uçmur. O vaxtı, o həcmdə olmur, qışda da. Bunlar amma haradansa nəsə eləyirlər. Belə məlumat üçün sizə verin. Bəlkə bu videoya düşməyəcək amma. Yox, amma bütün arılar hamısı tozlanmada iştirak edirlər, mən biləm. O dərəcədə yox. Misal üçün, cır arı deyirik ki, asa.
onların sayı ümumiyyətlə azdır. Yəni bal arısı onlarda milyon, belə deyim də, milyon dəfə olmasa, belə deyim, 90% bal arısıdırsa, ondan 2% də o asadır. Yəni ki, onlar çox azdır. Yəni digər həşəratlar çox azdır. Yəni arı belə də gedir təbii dildə uçan həşərat. Uçan həşərat. Aydındır. İnsan tək Arı arı məhsullarını yaşaya bilərmi? Tək arı məhsulları ilə elə bəli, yəni ki, tək balla yox, amma bütün arı məhsullarını düzgün, yəni qidalansa, düzgün normasında qidalansa yaşaya bilər. İndi yaşamaq baxır nəyə deyilir də, yəni ki, sağ qala bilər. Nə qədər müddət baxır hər insana da, yəni ki, eləsi var ki, ümumiyyətlə allergiyadır bala. Bu əlbəttə bir gündə yaşaya bilməz. Amma belə normalda məncə yəni uzun müddət yaşaya bilər. Hətta mən bir arıçı bilirəm, yəni ki, Azərbaycanda bir arıçı var, deyir ki, onun YouTube-da da baxmışam. O ümumiyyətlə vegetariandır, uzun müddətdir, ancaq yəni ki, çox, bu balı zadı çox yeyir. Arı məhsulları. Yəni deyir ki, mən hərdən bir də görsəm başım qaçışır, 1 kilonu yeyib dururam balın. Yəni elə adamlar da var. Yəni bal nədir? Bal özü enerjidir. Onun içində vitamin zat heç nə yoxdur. Ancaq şəkərlərdir də, cürbəcür növ şəkərlərdir. Çiçək tozu isə bütün digər vitaminlər, belok, zat, hər şey çiçək tozundadır. Yəni ki, belok da biz bildiyimiz, yəni ki, ətin içində olan belok da bizə lazım olan, paxlanın içində belokdur. Yəni ki, bu onun içində var. Digər bütün məhsullar da arıçılıq məhsullar, elə bunların ikisindəndir. Yəni nektardır, baldır, bir də ki, çiçək tozudur. Hamısı ondan əmələ gəlir, başqa şey arı gətirmir. Yəni gülən var, misal üçün gülən, o şey, belə deyim, qoyurlar, çiçək tozunun üstünə bal qoyurlar, orada qışqırır, başqa bir məhsul alınır, amma yenə balla çiçək tozudur. O süni şəkildə. Eyni məhsullardan da bütün məhsullar, elə bil ki, arıçılıq məhsulları, hətta şandır, şan da ondan əmələ gəlir. Yəni ki, arılar onu yeyir, sonra bədənindən yəni ki, şan çıxır da, belə deyək. İndi bal haqqında məlumat verə bilərsinizmi? Bal nədir? Bal deməli nədir? İndi əvvəldə dediyim kimi, yəni bu mövzular hamısı ətraflı gələcəkdə yəni baxılacaq. Mən belə üstündən də danışıram hər şeyin, yəni qısa olaraq danışıram. Bal ümumiyyətlə, yəni ki, özü nədir, necə yaradılır? Deməli, bal arısı çiçəklərdən nektar gətirir. Nektar dediyimiz nədir? Şirədir, şirə, nektar. Yəni ki, bəzi vaxtlarda deyəndə, bəzi şəraitdə çiçəklərdən şirə çıxmağa başlayır, şirin şirə. Bal arısı da onu gətirir. Onun tərkibində təxminən belə deyək 50% su olur, 50% şəkərlər olur, cürbəcür şəkərlər. Deməli, onlar gətirir bu şirəni, nektarı gətirir, hamısını yığır. Sonra başlayır bu arılar, yəni ki, nəyə görə o, yəni ki, bal olur və qiymətli bir məhsul olur da. Orada deməli, deyək ki, bir 50 min dənə arı olur yeşikdə. Həmin zamanda şirə gətirəndə 20, 30, 50, indi çox 100 min də ola bilər. Deməli, onu bir arı gətirir. Arının 2 dənə, belə deyək, qursağı var, mədəsi var deyək. Biri yemək üçündür, biri bal daşımaq üçündür, nektar daşımaq üçündür. Birini ora qoyur, gətirir. Sonra gətirəndən sonra başqa arı qəbul edir onu. Yəni o belə bir ki, qusur, ona verir, o yeyir. O aparır, sonra harasa qoyur. Qoydu orada. Onun hələ rütubəti çoxdur. Yəni son nəticədə rütubət qalacaq cəmi 16-18%. Keyfiyyətli bal, balın içində 16-18% su qalır cəmi. Ondan çox qalarsa, yəni 20-dən çox qalarsa bal turşuya bilir. 18-dən çox olarsa biraz keyfiyyəti aşağı olur, amma bir problem yaranmır yenə də.
Deməli onu 50%-dən o 30 belə deyək 30% suyu oradan çıxartmaq üçün orada uzun bir prosesdir. Bir həftəlik demək olar prosesdir. Onlar onu yeşiyə qoyur. O birisi arı tezdən yeyir, tezdən qoyur, tezdən yeyir, tezdən qoyur və arının içində fermentlər var. O fermentlər ora əlavə olunur və balı yoxlayanda da əsas göstərici var, diastaz göstəricisi, diastaz rəqəmi. Misal üçün bu qaratikan balında bizdə 18 olur da adətən. Yəni o göstərir ki, yəni bunu arı düzəldir. Başqa cür onu nəsə düzəltmək olmur. Onu heç kəs düzəldə bilmir. Bu diastazı. Yəni kim ki saxta bal düzəldir, nəyi düzəltsə diastazı düzəldə bilmir. Amma güclü diastazı olana o birisi nəsə də qatanda prosta diastazı aşağı düşür olurdu. Yenə də arıdan keçib bu. Deməli arılar onu sonra orada deməli belə deyək üfürürlər ventilator kimi, qurudurlar. Yəni bu proses belə uzun bir prosesdir. Amma yəni bir həftəlik təxmini prosesdir nektardan bal düzəltmək. Onun da minlərlə arıdan keçir o. Həmin nektar minlərlə onu götürüb yeyir qoyur elə ki. Çeynir qoyur da. Belə. Çox maraqlıdır. Bax bu şan haqqında nə deyə bilərsən? Şan Şan haqqında necə düzəldir? Bax o maraqlı bir mövzudur. Şandakı deməli adətən yəni ki adətən hər arının ümumiyyətlə ailədə belə deyək də ailədə öz rolu var. Biri balaya baxır, biri nektar daşıyır, biri vəramun daşıyır, biri çiçək tozu, biri ventilasiya işinə baxır. O kimi hərəsi bir iş görür də. Bəzi vaxtlar da heç bir-birini əvəz edə bilmirlər. Düzdür, belə vaxt olur ki, dara düşsə arılarda, tutaq ki, balaya baxan arı yoxdur orada. Bu da həmin misal üçün də tutaq ki, bir həftəlik arı baxır da, misal üçün ondan yoxdursa, bu birisi arılar onu əvəz edə bilir. Yəni ki, onlar bir-birinin işini həmişə görə bilir, dara düşsələr də. Deməli, şan necə əmələ gəlir? Həmin onlar balaya baxan arılar çoxlu qidalanır, yəni ki, balanı yedizdirmək üçün. Balalara arı sütü verir. Belə deyim, onlar qidalananda da bal yeyəndə, çiçək tozu yeyəndə həmin arılar onların deməli rus dilində ona deyirlər jelezi, şan çıxır. Plastinka kimi, nəzik plastinka kimi. Onlar onu götürür, hamısını bir-bir yapışdırır ora. Götürür, yapışdırır və belə görmüsünüz də, yəni ki, romb deyəndə, yəni altı bucaqdır da. Yəni riyaziyyatda bu ən ideal fiqurdur şan üçün. Yəni ondan dəqiq, bərk. Yəni misal üçün bir ramkada cəmi belə deyim, nə qədər olur? 80 qramdır, nədir? Cəmi şan olur. Yəni çox nəzik bir şeydir, amma ki 3-4 kilo balı saxlayır o. Həm balanı orada saxlayırlar, həm balı orada saxlayırlar. Çox maraqlı. Maraqlı şeydir, möhtəşəm. Yəni ki, avtomatik özlərindən bu ixrac olunur. Əgər onlar tikməsələr şanla nəsə, onlar onu sadəcə tullamalıdırlar. Yəni arı özü idarə edə bilmir ki, olsun, olmasın. O avtomatik özü çıxır. Bu da yəqin sezonla bağlıdır da. Əlbəttə sezondan, qışda, soyuqda var. Tikinti, yəni tikmək üçün onlara xüsusi şərait lazımdır. Yadımdan çıxıb deyək, amma hardasa 40 dərəcəyə isti olmalıdır ki, həmən tikinti yerdə. Çünki o şanın Bərkimək vaxtı var. deyi var da, yumuşalma neçə dərəcədə. Maraqlıdır çox. Sən nə soruşmaq istəyirdin? Yox, edirəm, mən soruşmuyorum, burası deyirəm ki, interesli şeydir. Yəni, onların nə maraqdır ki, belə bir şey eləsinlər, bal yeyir, işləsinlər. Öz qarında öyrədir, əssalamdan nə lazım? Bir arı kimi. Nə maraqdır ki, deyəndə, yəni ki, Allah onları elə yaradır. Bax, bütün insandan başqa bütün dünyada yaranan nə marağa yaşayır ki? Hamısı, yəni ki, hamısının proqramı var da, bu yaşayır. Bax, quşlar uçur da, düzdür. Quş özünə yemək yığa bilir qışa. Gündəlik yaşayır. Kim verir yeməyini? Həmişə var yeməyi, hər bir həşəratın hər bir şeyi var. Qarışqalardır, qarışqa da arı kimidir, yəni ki, belə çox belə oxşarlığı var.
Karışık var da. Yəni ki, hər heyvan görürsən ki, yəni ki, konkret işini görür də. İnsan əlindən düşənə kimi də. İndi biz də evdə saxladığımızları demirəm də. Çöldə olanları. Hələ söz proqramı ilə gedir. Hamısı da tarazlıq olmasa. Kim təsbit elədi görürsən bu balı habaq tapılır? Nə zaman tapılır? Bal. Balu da yəni ki, dünya yaranandan var. Yəni ki, arılar var. Hələ kimsə təsbit edib də olmuyor bal olduğunu. Kimsə hardansa. Ən birinci ayı olmuş olar. Yeməli olur. Ayı yiyib baxıblar nəsə var orada. Gələk baxaq bizdə. Neçə kilometr gedir bu ən uzaq gedən arı? Arı, yəni adətən yaxında hər şey varsa 500 metrəyə kimi aktiv işləyir. Amma yanında heç nə olmasa, ümumiyyətlə heç nə də 10 kilometrdə uçacaq. Amma burada belə məsələ var da, o götürdüyü nektarı evə çatana kimi enerji lazımdır axı. Hansınsa yeyəcək. Çox uzaq olsa elə gedib yığdığını hamısını yolda yeyəcək. Ona uçmaq qalacaq ancaq. Yəni belə 2 kilometrə kimi normal bal yığa bilir. Elə hesab olunur da. İndi ölçməmişəm, amma elə belə deyim, nəzəriyyədən elə oxumuşam. Bütün heyvanların erkəyi, dişisi, insanlarda qadınlar, kişilər var. Arılarda necədir bu? Deyim də. Deməli, bal arısından söhbət gedir də. Bal arısından gedir. Çünki hər arıda fərqli ola bilər. Biz indi əsas bal arısı olmayanda mən onda deyəcəm hansı arıdır. Bal arısından gedir. Zor arılar maraqlı. Deməli, bal arısında 3 kişi deyək var da. 3 insan var. Deməli, ana arı ailədə bir dənə olur adətən. Niyə deyirəm? Adətən var hallar, nə vaxt ki 2 dənə, 3 dənə də ola bilər. Yəni adətən bir dənə ana arı olur. Onun işi ancaq yumurta qoymaqdır. Erkək arılar olur. Deməli, onlar bir neçə yüz ola bilər ailədə. O da heç o ailəyə məxsus deyil. Ümumiyyətlə neçə 100 dənə arın var, onların fərqi yoxdur. Onlar hər yerdə qəbuldur da. İstənilən yeşiyə girə bilirlər. O erkək arılar ancaq mayalanmaq üçündür. Başqa işə baxmır. Heç onların iynəsi də yoxdur vurmağa. Onlar ancaq uça bilir, mayalana bilir, bal yeyə bilir. Axırıncısı vacibdir, bal yeyə bilir. Onlar bu hazırlanan balı yeyirlər, hə? Onunla qidalanırlar. Özləri hazırlanır. Onunla qidalanırlar. Bir də ki, yəni ki, arıların əksəriyyəti belə deyək, qızlardır. Hansı ki bal gətirir bizə, hansı ki işləyir. Bunlar hamısı qızlardır, amma ki onlar belə deyək də normalda yumurta zad qoya bilmir, heç nə şey eləyə bilmir. Onlar ancaq onlara deyirlər indi rus dilində rabochiy pчела, yəni işçi arılar. Yəni bütün işləri onlar görür. O birisi arılar heç bir iş görmür. Bunlar da indi olur da ailədə də bir dənə ana var, o iş görəsi deyil ki 100-200 dənə də erkəklə orada iş görəcək də. Erkəklər bəzi proseslərdə istifadə edir, istifadəyə ola bilər isidilməsində, məsələn də yuvanın isidilməsində, hətta yəni nə olmasa da istilik çıxır da bu arıdan. Erkək arı elədir ki, onu misal üçün nektar var, yemək var, bunlar gəlib gedir, yaxşı yaşayır özü üçün. O ki qutardı, təpiyi vururlar, çıx get evdən, qoymurlar da, yəni ki elə belə lazım olmayan vaxtı yoxdur. Misal üçün qışa gedən vaxtı erkək arı yoxdur. Payız gəldi, erkək arıları hamısını qovlayırlar. Maraqlıdır. Çıxın yerdən, artıqsın. Yazda istehsal edə bilirlər də tezdən. Gəl sizə indi daha maraqlı yerini danışım. Deməli, bu bütün arılar 2 cür yumurtadan olur cəmi. Erkəklər mayalanmamış yumurtadan olur. Yəni mayalanmamış yumurta qoyulsa, ondan ancaq erkək olur.
Ana arı və o birisi arılarda işləyən arılar, bunlar mayalanmış yumurtadan olur. Eyni yumurtadan. Fərq bir şeydə olur ancaq. Ana arıya ancaq arı sütü verilir axıra kimi. Amma ki işləyən arıya cəmi 3 gün verilir ana sütü, arı sütü. Sonra belə deyim də balla qarışıq çiçək tozu da belə verilir. Ana arı Yəni necə fərq cəmi odur. Ha. Ana arını oradan necə seçirlər? İnteresin ki. Kim seçir? Biz yoxsa Yox, arılar? arıların mövzuda ki, anasının necə o, yəni asobların yumurtadan elə çıxırmı, yoxsa sonradan məsəl üçün seçilir, böyüyür? Onlar məsəl- özləri ana arı çıxartmaq üçün onlar özləri onu eləyirlər. Yəni təsadüfən olmur. Təsadüfən deyil. Yox, təsadüfən deyil. Onlar bilərəkdən eləyirlər onu. İndi bəs Onu da erkək arını da bilərəkdən, yəni moment çatanda bilirlər ki, bax erkək arı lazım olacaq. Erkək arı üçün yumurta qoyulur. Yəni hamısını bilərəkdən. Çetin şeydir. Konuşacağız. Oradan məhəttəl qaldı. Düşmənləri də ən çox çırağırdı. Yox, belə düşmənlərindən danışın da. Yəni əslində belə deyim də, cır arı indi deyirik düşməndir də. Bu il, indi, bu dəqiqə. Amma cır arını ləğv eləsən, təbii ki, başqa düşmən tapılacaq. Yəni ki, bax quşlar var, hansı ki arını yeyir. Belə gəlir bir dənə quş, indi oxuduğuma görə 50-60 dənə arı yeyir bir dəfəyə. Onlar da tək uçmur o quşlar. O quşlar ancaq 50 dənə, 100 dənə uçur. Təsəvvür elə gəldi, burada 3 gün qaldı, indi qalmışlar, 1 ay var idi də. Bir ay olar Gör, onlar nə qədər ziyan vurur da. Yəni, hələ təbiətdə bu qədər cır arı, həşərat var. Həşəratlar zat olmayan vaxtı o quşlar daha çox hücum edir bu arılara. Yəni, onlar tək bal arısı yox, istənilən arı yeyir də. Arı nə sən yeyir də, kəpənək hər bir şey yeyir. Amma əsas indi bizə vacib olan bal arısını da yeyir. O yekə nədir o, nə deyirlər, eşək arısı. İndi bu arılar çoxsu eləmir də, gəlir bal dalınca gəlir, bu cır arı. Amma eşək arısı gəlir arını aparmağa konkret. Yəni gəlir arıları öldürür, aparır, öldürür, aparır. Bunlar ət yeyir. Yəni çox cır düşmənləri arıda var. mübarizədə ancaq baldan arı istehsal edən məhsula görə gəlir də ora. Yəni onları ki, öldürmək üçün yox, belə deyək də. Mən öldürmək üçün gəlmir, amma ki dava düşür, öldürürlər. dava də düşəni başa bildirin, düşürəm, hə. amma onlar məhsul üçün gəlirlər. Məhsul üçün gəlir, amma biz görmüşük də, misal üçün cır arının beloku da ətdir də, o bal enerjidir dediyim kimi, amma belok da arı da apara bilər, belə deyək ki, ölü arını da apara bilər, biz görmüşük ki, milçək aparır, misal üçün stoldan tutub apardı da, yəni ki, qurtlar, zat nə olsa aparırlar, onlar belok kimi ətdir onlarda. Əti balığı asırsan yox oldu bir saat. Var elə. Bax düşmənlərdən indi biz bunu gördüyümüz belə düşmənlərdir çöldə də. Amma ki onların ən böyük düşmənlərindən biri də gənə var. Varroa gənəsi. Üstündə 1 millimetr boyunda belə gənədir. Yəni o ailəni məhv edə bilər. Mübarizə etməsən, düzgün mübarizə etməsən. İndi bir ailənin yaşamaq üçün neçə dənə arı lazımdır bir ailədə? Fərqli sezonlarda, fərqli vaxtlarda və arıçıdan da asılı olaraq fərqli say olur. Misal üçün həm də növündən də asılıdır. Misal üçün bizim yerli arı belə deyim də dolu yeşikdə gedir də, belə deyim. Yerli arı. Biz istifadə etdiyimiz karnika sortudur. Onlar ən çox 8 ramkada, 7 ramkada, yəni 7-8 min ola bilər də maksimum. Soyuq ölkələrdə ümumiyyətlə 2 korpus gedir, bir 20 min arı gedir. 20-30 min arı gedə bilər. O asılıdır ki, yəni ki deyirəm, çox şeydən asılıdır da. Deməli, yaza çıxandan sonra bu ki elə o sualda verə bilərsiniz ki, arı nə qədər yaşayır. Deməli, yaza çıxandan sonra nə olur? O ki, yaza çıxdılar arılar. Bunlar hamısı öləcək bal yığana kimi. Bunlar işi ancaq tezə nəsil. Yəni, bir dənə arı, bir dənə balaya baxacaq da, elə bil ki, 10 min dənəsi bir aydan sonra 10 min dənədir yenə, amma köhnələri öldü.
Təxminən də belə deyək. Məsələn də Ha. bir aydan bir dəyişirlər. Yox. Deməli, həm də deyirəm, zonadan fərqli olaraq bizdə qış var, misal üçün. Əlcəzairdə mən getmişdim, orada yanvarda ana arı çıxardırlar. Orada qış yoxdur, onlar 365 gün işləyirlər. Bizdə qışda indi yatırlar sözü var, onu da sual versəz deyirəm, cavablandıracağam. Deməli, sonra yazda ən belə pik deyək ki, bunlar təbiətə də baxır da. Təbiət güclü olduqca, temperatur şəraiti, bütün şəraitlər düz gəldikcə, bunlar da bilir ki, qış qutardı, gələn qışa lazımdır hazırlaşmaq da. Yəni çoxalır, belə deyim, 50-60 minə kimi ola bilər. Normalda 50-60 min. Böyük təhnə lazımdır, necə təhnə deyirlər. Bir neçə korpus qoyuruq da, 3-4 dənəyə kimi korpus qoya bilərsən. Sonra indi bizdə yoxdur, misal üçün Rusiyada, Ukraynada və s. orada əkinlər var da. Misal üçün əkinlərə görə arını çoxaldırlar, hətta 100 minə kimi çatdırırlar. Səbəbi var nəyə görə də elə eləyirlər. Misal üçün onlar 10 dənə yeşik hərəsində 10 min arı ilə getmək. Amma bunlar deyir yox, bir dənə ailə olsun 100 min. Onun səbəbi var nəyə görə. Yəni sonra payızda bunlar azalır qışa görə. Onlar bilir ki, biz qışa getmək üçün bu qədər lazımdır. Çünki çox olsa çox yem lazımdır. Belə deyək də, onlar özləri bilir nə qədər nə olmalıdır. Girarlar kömək eləməsə bilirlər. Və arı çoxmu yaşayır, yaş dövrü nə qədərdir onların? Deməli, arı çox adam eşidib ki, bir ay yaşayır belə də. Amma ki, əslində elə deyil. Deməli, arı da bütün, biz deyirik ki, çox işləsən tez öləsən də onun kimi bir şey. Yəni, arı nə qədər çox işləyərsə, o qədər tez öləcək. Sezonda, belə qızğın sezonda, o ki, bala çıxdı, bala çıxandan hardasa 40 günə o arı ölür. Bir aya 40 günə. Nəyə görə? Çünki o çıxandan işləyir də, çıxan gündən işləyir. Ən çox enerji gedir bala çıxartmağa. Yəni ki, arı ki, balaya baxıb, hələ uçmamışdan ömrün yarısı gedib də. Hələ arılar sezonda bal yığan arılar az yaşayır. Amma ki, əgərsə bu arı çıxdı, o balaya baxmayıbsa, misal üçün də payızda indi çıxan arılar, bunlar bəlkə gələn maya kimi sağ qalacaqlar. Hətta, yəni yarım ilə kimi sağ qala bilər. Nə qədər az işləyir, o qədər çox yaşayır. Ana arı amma belə 5 ilə kimi yaşayır. Bir dənə ana. Amma ki, məsləhətdir onu indi arıçılıqla məşğul olanlarda uzağı 2 ildən bir dəyişmək. Elə sort var ki, mütləq hər il dəyişməlisən. Amma özü yaşasa, imkan versə, arılar onu dəyişməsə, yəni arılar da hərdən görür, ana nəsə xoşlarına gəlmir, dəyişir özü. Yəni onlarda belə ana məhəbbəti zadı yoxdur. Ailə, birinci ailə. Və bu nə deyirlər, uçurlar, Beçə beçələr. vermək. Bu beçə vermək nədir? Demək, orada çox olur, ona görəmi, yoxsa Deməli, bu- necə? Beçə verməklər. Maraqlı bir şeydir. İnternetdə bəzən görürük. Gör necə beçəni çəkib, necə götürür beçəni. Bu yəqin ki, çox belə krutoy arıçıdır. Gör nətər elədi, vurmurlar onu. Birincisi, beçə demək olar adamı vurmur, başından da tökülsə. Bu niyə? İndi bu belə... Onların yaşayış qaydaları var. Bu onların qaydaları da, yəni vurmurlar. Əslində səbəbi var. O beçə çıxanda hər arı maksimum bacardığı qədər bal götürür özündən. Çünki bunlar bir 10-15 kilometr uçasıdırlar. Bal yemiş arı iynəsi çıxmır, vura bilmir. Belə bir şey var. Biz niyə tüstü veririk yeşiyə? Tüstü verəndə arı cumur bal yeyir, onda da vura bilmir səni. Mən tüstüdən qaçırlar. Tüstüdən qaçırlar, onlar elə bilirlər, pajardır, bal götürmək lazımdır, bəlkə uçub getmək lazım oldu. Bal yeyir, o da səni vura bilmir də. Yəni, qarnı dolu olanda, necə biz qarnımız dolu olanda hər şey yaxşıdır. Maraqlıdır. Heç kəsin vurmuruq. Qaçırmaq üçün. Deməli deyəm, mövzudan qaçdıq. Deməli, biz baxırıq, nə krutoy arıçıdır. Amma ki, uzun illər mən də Oktaya deyirdim. Deyirdim ki, əgər
arışı da beçə verdisə arı, balı olmayacaq. Ha. Yəni ki, arıçının hələ işinin biri odur ki, o beçə olmasın. İndi tam hələ 100% alındırmaq olmur, amma ki, yəni ki, misal üçün yerli arıda ümumiyyətlə çətindir də, o ağlına gəldi, deyir, əl çəkməyəcəm dostum. Bu sort arılarda biraz rahatdır bu məsələlər. Eləsi var ki, Buckfast sortu var, onu vəbşə beçəyə getdirə bilmirsən zorla. Nə eləyirsən getmir də, elə deyirlər. Biz istifadə etmirik ondan. Deməli, düzgün vaxtda çıxmış beçə yaxşı bal da verə bilər, hər şey də verə bilər. Amma ki, təsadüfən uçdu, mən onu getdim tutmağa, sənin balın olmadı. Nəyə görə? Səbəbi var da, bunlar birdən-birə beçə vermir. Bunlar artıq 2 həftə buna hazırlıq işi görürlər və bu 2 həftə ərzində bunlar işləmirlər. Yəni iş dayanır elə bil ki. Ən belə qızğın iş gedəsi vaxtda onlar işi dayandırırlar. Sonra da sən bal yığmağa gələndə o artıq bax onu da sizə deyim ki, necə olur ki, nəyə görə 10 dənə belə deyim 100 min dənə arı daha yaxşıdır bir yeşikdə, nəinki 20 dənə belə deyim 10 mindən olsun, 200 min olsun. Arı ailəsində belə də balı arı gətirir də. Elə biz götürək insanları da tutaq ki, evdə 50 nəfər yaşayır. Misal üçün 40 nəfər gedə bilər ova, nəsə gətirə bilər də. Amma ki, evdə 5 nəfər yaşayırsa, ova 1 nəfər gedəcək də. O da elə, yəni ki, yeşikdə nə qədər çox arı var. Misal üçün 10 min arı varsa yeşikdə, bunun 3 mini uçacaq. Cəmi bal dalınca. Amma ki, 50 min varsa, bunun yenə 40 mini uçacaq. Məhsuldarlıq çox olur. Məhsuldarlıq belə deyim, geometrik progresiya var da. Yəni ki, belə getmir də, aritmetik getmir. Hər arı əlavə. Yeşik sayındansa arı sayı çox olsun. Yəni yeşik sayındansa, arı ailəsi sayındansa arının içində çox olsun. Hətta belə deyirəm, o sahələrdə yığanda və s. onlar götürür, 2 ailəni birləşdirir ki, yığsınlar. Məhsul götürsünlər. Nəinki ayrı-ayrı. 2 dənə, misal üçün 2 korpus var, ondan bir dənə 4 korpus edirlər ki... Çox maraqlıdır həqiqətən, çox şeylər bilmirdim. Sualdan sual yaranır, maraqlı belə söhbət alınır əslində. O suallar elə-belə orada qalır orada. Düzdür, sualdan sual yaranır. İndi o qədər də bilmirik, aradan heç nə bilirik ki biz aradan. Önce balı yeməkdən başqa mən bir şey bilmirəm. Saxtalaşdırmaq Bu mənası. həqiqi saxta balla düzəldirlər. Saxta bal görə mənim bir dənə videom var əslində. Orada danışıram ki, bütün variantları da ki, tam ətraflı danışmıram. Ümumiyyətlə də belə üzərindən keçmişəm ki, belə variantlar var. Bax, saxta bal ümumiyyətlə bal alanda bilirsiniz saxtadır ya yox. Onu bilmir. Başa düşməyən də var da bilərsən. Əslində başa düşən də, yəni ki, heç vaxt deyə bilməz. Misal üçün, mən nə vaxt baxsam, baldır da, bax, gətirmişsən Ukraynadan. Mən deyə bilmərəm ki, o, belə də, yəni saxtadır. Şəratmaq kimi olardı. Yəni, deyə bilmirsən də, dəqiq ki, onu heç kəs deyə bilmir. Və saxtadan başqa, indi mən başqa problemlər deyim də, saxta variantı çox var. Yəni, şəkəri evdə bişirməkdən tutmuş, bizdə misal üçün ölkədə ən belə yayılmış nədir? Arıçı şərbət verir arıya. Arı da onu bal kimi yığır. Misal üçün sən belə gedir belə 10 kilo, 15 kilo bal yığır, amma şərbət verəndə, pesok verəndə 50-60 kilo yığır. O mayası gəlir 7-8 manata, satır aktavı 20 manata, 15 manata, alverçi də alır onu axırda bazara nə bilim 30 manata, 40 manata. İndi bu insan psixologiyası var da, 20 manata versən almır, deyir, saxtanı satın baxa ki, yaxşı alınsın. Yəni, saxtalaşdırmaq variantları var, yəni var sadəcə belə də, yəni ki, bu çox bizdə yayılmışdır. Onu da heç bir laboratoriya deyə bilməz ki, bal deyil. Sadəcə diastaz dediyim şey var idi, diastaz, o aşağı olur, amma ki, o hər bir
yerə, yəni yarmarka keçirilmir indi. Ora rahatcına yəni keçə bilirsən. Onu heç kəs deyə bilməz ki, bal deyil. O arıdan keçib. Aha. Amma ki Aradan keçdiyi üçün onun bilə bilmirlər. xeyri azdır. Onu hamı da bilir. Bax mağazində görmüsünüz də bal satırlar. Alırsınız mağazindən bal. Hamı bilir ki, mağazində bal yoxdur. Ola bilsin var, amma ki 50-50 desən, nə biləsən hansı var, hansı baldır, hansı nədir? Kim buraxır onu ora? Kim yoxlayır onu? Kim yoxlayır? Bütün digərdə yağdır, nədir, bütün məhsullarda, yəni hamısı mağazada satılır da. Plastik düyünü də satırdılar. Kim buraxırdı? Yəni buraxılırdı. Biz meşə balının bu ev balının arasında çox fərq olur. Meşədə tapılmış ballar məsələn yetişdirilmişdi bal. Yəni indi ona da çataraq. Yaxşı onu deyim, meşə balı, yəni sən dediyin baxır nə meşə balı. Söz özü meşə balı, ona deyirlər ki, padivый mёд rus dilində gedir. Bizdə də nəsə deyirlər. Nəsə gedir hoşum onun adı. Biraz Azərbaycan dilinə gəlirsə tapmaq o adları yadda saxlamaq. Deməli, o var ki, nektar təbiətdən, çiçəkdən gəlir. Amma bu padivый, yəni ki, meşə balı, onu arılar yığa bilir orqanik şeylərdən. Var cücülər var, yarpağın üstündə görmüsən. Bax, onlar özləri şirin buraxırlar da, nə deyirlər? Maye buraxırlar. Onu da arılar götürür, bal düzəldir. Şirə. Elə də olur, hə, şirə. Xüsusi qarışqa növləri var. O şeylərin nədir, çobanlarıdır. Aparıb otarırlar onları. Qoyun kimi də, biz qoyun ataran kimi. Yəni belə. Amma sən dediyin meşə balı, yəni meşədədirsə, baxır yenə nədən yığıb. Bir şey dəqiqdir ki, yəni ki, insan əli dəyməyibsə, yəni ki, təmiz baldır da. Amma fakt deyil. Bilirsən, meşə ola bilər, yanında nəsə ola bilər, yaxınlıqda, yəni ki, kimyəvi zavoddur, nə bilim, nədir. Belə deyim də, Çernobılın vaxtı meşəsində olsa, bəlkə radioaktiv bal olacaqdı. Baxır, variantlar çoxdur. Yəni, fakt deyil də. Bax, yenə saxtaya gələndə balı dedik də, bax, saxta düzəldirlər. Sən onu yeyib bilənmərsən, laboratoriyadan deyirlər keçir. Tutaq ki, mən apardım laboratoriyaya burada. Nə verir mənə? Mənə bir dənə diastaz verir. Amma digər antibiotik vermir. Rusiyada, Ukraynada mən dəqiq bilirəm, oxumuşam da ki, arıçı təhvil verirsə balı, eksporta da gedir də sonra o bal. Antibiotika yoxlayırlar. Antibiotik varsa qəbul olunmursa. Olunmur. Olunmur, yox. Antibiotik olan balı qəbul etmirlər. Bizdə onu heç yoxlayan yoxdur. Bizdə o qədər də yoxdur, arışı özü eləyir. Amma başqa ölkələrdə arışın xəbəri olmaya bilər. Sən sahələrə veriblər, o da gedib gətirib. Sən də bilmirsən də belə. Bilirsən nə ola bilər, amma ki, nə biləsən, arı uçub gedib nasıl gətirib. Hər gəndə bilmək olmaz. Sonra ondan da pis antibiotik yenə bizdə hər şeydə var da, quru süddə, zətdə hər şeydə yeyirik daimi. Ondan pis başqa bir şey də var. Bu gənə ilə, xəstəliklərlə mübarizə etdikdə arı ilə ona kimyəvi dərmanlar verilir. Əgər onu düzgün vaxtında vermirsənsə, o da düşür balın içinə. Düzgün istifadə etmirsənsə. Onun üçün də, yəni ki, belə deyim də, güclü bilik lazımdır və s. Bizdə nə mağazinə gedir, deyir ki, malım öskürür, nədir, o da verir, ala bu dərmanı verir. Deyir, gələn gün deyir, verdim, öldü. Deyir, neyəkdir, öldü da. Onun kimi bir şey. Yəni gedir mağazinə dərman var, apar ver. Nə satan bilmir, nə alan bilmir. Sonra da özü də girir, özü də o balı yeyir. Yəni o bilir normaldır da. İndi başqa məhsullar da var. Bax, bütün digər məhsullar da saxta olmasa da amma ziyanlı ola bilər. Balın içində. Yox, arıçılıq məhsulları. Digər arıçılıq məhsulları hamısı ziyanlı ola bilər. Onlar daha çox bu dərmanlamaya zada şey eləyir də. Misal üçün, indi güləm çoxalır, ferqa. Ferqada deyirsən, bu yaxşıdır, nədir. Amma ki, hindiki vaxtı alırlar. Hindiki vaxtı da kimyəvi dərmanlara arıçılar basır. O hamısı kimyadır.
Yəni onun baxan yoxdur. Özdəki indi şərbət zət verirlər, nə edirlər, üstündə şərbətlə bağlayır. Ne bilesin ki? Orada yəni ki o belədir də, arşının tək vicdanı yox, biliyi də var. Yəni biliyi olmadan eləyir. O elə bilir ki təmizdir, and içirdə təmizdir, amma ki biliyi olmadığı üçün təmiz deyil. Bunlar apteklərdə satılır. Bunlar da deyir ki biz aptekdən almışıq da. Doktor dedi ki bunu apar, ver gənəsi qırılacaq. Hə, amma doktor demir ki bal yığa ver. Düzdür. Onu demir də, doktor demir. O deyir ki bu gənə üçündür. Yəni başqa nətər vermək olar ki, harda vermək olar? Var da, yəni düzgün lazımdır da. Bax, biz bu il dərman vermədik iş. Balı sentyabra kimi dərman vermədik. Yox, çıxın gəlin dərman deyəcəm, siz dizəs çıxamaq Axırda dərmandan şeydi, nədir o, gənədən zatdan ölmədi, cırardan ölürdür. Cırarı dəyişir. Yəni dərman var, qeyri-kimyəvi də. Qarışqa turşusu var, misal üçün şəvel turşusu var. Onlar bal yığa da versən ziyanı yoxdur. Bu hətta balın içində var qarışqa turşusu bir miqdarda. Yəni onun heç bir ziyanı ümumiyyətlə yoxdur. Sadəcə orada da temperatur rejimi var. Bal yığan vaxtı temperatur yüksək olur, artıq o dərmanı vermək olmur. Gənə nə qədərdir ki, bunu yapışır? Gənə çox, həddindən artıq. Gənə yəni ki, baxmasan, mübarizə etməsən, bir ilə arı ölür eləsin. Dəhşətdir ki, yarın üstə, mən ömrümdə ki, ağlıma gəlməzdi ki, arada gən alayım. Göstərmişdim. Bəlkə milkəkdə görmüsən, qırmızı nöqtə olur. Gənə hər şeydə olur da. Milkəyin üstündə də qırmızı nöqtə öz gənəsi var, hərəsinin öz gənəsi var. Allah Allah. Keçmişdə yox idi də, indi hər şey xaricdən gəldi də. Xarici vətəndaşlar. Xəstəliklər belə rahat gəlir də, bax, xaricdən ana arı alırlar burada satmaq üçün. Ondan bir xəstəlik gəlir, sonra yayılır. Yəni indi xəstəliyin yayılması sadə bir şey, təbii bir şeydir. Var, getirilirsin. Evveller səyahətlər hamısı bağlı. İcazə verilmir. Sonra belə bir şey değişmiş. Bu arılar məhv olanda dünyada, insanlar da dünyanın sonu olacaq. Bu həqiqi bir şeydir, yoxsa elə? Onu yoxlaya bilməliyik. İndi o alimlərin fikridir. Mən amma belə də mənim öz şəxsi fikrimi də deyə bilərəm ki, yəni ki, o da şəxsi fikirdir, yəni fakt deyil də. Sizin də yəni ki, nəsə şəxsi fikriniz ola bilər bu haqda. Yəni ki, belə deyək də, Allah yaradıb bu arını, milyon ildir, bilməm daha yer kürəsində qədər yaranıb, var da bu arı. Yəni insan nə eləsə də onu qırıb qutaran deyil. Arı yaşayacaq da yenə. Laf belə deyək ki, mən hesab edirəm, tutaq ki, bal arısı yox oldu. Çox güman ki, onun əvəzinə nəsə başqa bir həşəratlar gələcək. Başqası çoxalacaq. Necə ki, Çində sərçələri qırdılar, o birisi həşəratlar çoxaldı. Yəni, əvəzinə nəsə gələcək, ya tez, biraz da tez məhv olarıq, ya da ki, onlar əvəz edəcək də, nə dərsə. Məsələn, bu çox indi bitkilər var ki, onu süni tozlanma ilə eləyə bilirlər və s. Tozlanmasız ümumiyyətlə işləyir. Variant çoxdur. Pomidor, xiyar bəlkə yeməliyik. Nə dərsi yaşayarıq. İndi deyirlər 4 ilə şey olacaq, amma məncə dünyanın çox illik zapası var da. Bu bal xarlayır, ağarır, elimdən bərk hala düşür. O nə deməkdir? Deməli, əslində bu normal bir prosesdir. Balın xaramağı. Xaramırsa şübhələnmək lazımdır, amma xarayırsa deməli yaxşıdır. Sadəcə hər bitkiyə görə fərqlidir bu xarama. Tək bitkiyə görə yox, saxlama şəraitinə görə də. Yəni çox şeyə görə fərqlənir, nə qədər tez xarlayacaq. Misal üçün, bax, deyim ki, ən tez xarlayan, günə baxan balı. Sən onu çəkən kimi, yəni yığdın, çəkdin, bir aya təmiz xarlayır. Bax, bu bizim qaratikan balı. 3 ilə kimi belə qalır. Məndə evdə nə qədər, səndə də var, yəni keçən mayda da il yarımdan çoxdur. Necə var belə duruluğu, elə də qalıb. Qaralıb rəngi, amma biraz da, amma duruluğu qalıb, 3 ilə kimi qalır. Həmin balı vermişik burada qonşuya, özümüz çəkəndə də vermişik. Qışda xarlayıb.
isti soyuq olub, elə yerdə saxlayıb, yəni soyuq vurub xarıyıb. Xaldenikdə qoy tez xarıyacaq. Məsəl üçün 5 dərəcədə. Xarıyır. Yəni Ondan soyuq tax. bax akasiya balı da sən gətirən bal, onu da bilə bilərsən ki, bax saxla 2 ilə kimi xaramamalıdır. Düzgün saxlanılırsa. Yəni ki, tez xarıyırsa, deməli akasiya deyil. Bu il mən sizə gətirdiyim xaramadı. O il çoxdan almışım onu. Əgər uzun müddət qalırsa, 3 il qalırsa, xaramırsa, onda o Məsələn, dəqiq, xaladenikdə qoy saxla biraz. Əgər 3 aya xaramırsa, deməli o, yəni ki, şəkəri desoksda çoxdur. bizdə çox bal xarıyır. Bayağı xarıyır. Hətta alanda belə baxırsan ki, geysən deyə xarlamış bal da var. Yəni satılır. Sonra belə bir şey var ki, yəni bal alanda həmişə baxmaq lazımdır, duru olmasın. Yəni şüşə kimi duru olmasın. Şüşə kimi duru olmağı nədir? Əgər balı 40 dərəcəyə kimi maksimum isitmək olar, ziyansız. Məsəl xaramış bal yoxdur, isit 40 dərəcədə su vannasında. Sonra o 1 aya kimi duru qalacaq. Tezdən sonra başlayacaq xaramağa da. O ziyansızdır. 40 dərəcədən yuxarı qızdırmaq artıq bu fermentlər dediyimiz arılardan olan, bunlar dağılır. Biraz keyfiyyəti itir. Yəni ki, nə olur onda, deməli, onu nə üçün edirlər? Onu alverçilər ucuz xaramış bal alır, ya arıçılar isidirlər, qəşəng vidədə, tavarlı vidə deyirlər, düzəldir, parıldayır. O elə qəşəng olur ki, belə baxırsan, şəmçük kimi də qəşəng olur. Cəmaat da bilmir axı. Cəmaat bilmir yəni ki o şeyləri. Ona görə baxır parıldayırsa, yəni qəşəngdir. Onu qaldırırlar, yəni qızdırırlar 70, 80, 90 dərəcəyə. O zaman artıq bu bal ümumiyyətlə xaramır da. Yəni ki, elə qızdırılmış bal daha xaramır. Yox. Hələ də qalır su. Zəhərlənmə verə bilərmi elə yüksək dərəcədə? İndi sən onun vaxtı demişdin zəhərlənmə zat, mən onu düzü araşdırdım. Yəni ki, orada zəhərli maddələr ixrac olunur, amma öldürmək qədər yox. Yəni ki, bütün biz yediyimiz nədir? Hamısında nəsə zəhər vardır, amma öldürən dərəcədə deyil. Yəni, bal da biz nə qədər yeyirik ki, oturub belə qaşqılayıb yemirik ki. Kilo ilə yeyirsənsə balı bəlkə ola bilər. Amma kilo ilə balı yeyirsənsə deməli sən baldan başın çıxır. Elə bal yeməyəsən. Bir qaşıqla da orada, yəni o qədər şey olmur. Elə şey olsaydı dünya çoxdan nəsə tədbir görərdi. Azərbaycanda balın qiyməti niyə bahadır? Bahadır, yəni ki, baxır müqayisədə də, gəl bax müqayisə edək də və balın keyfiyyəti söhbəti də gedir. Bal nə vaxt ucuz olur? Yenə də bax, harada ki əkinlər var, əkin sahələri. Misal üçün qreçkadır, Azərbaycanda qreçka hamı başa düşür də. Qreçkadır, günəbaxandır, belə kimi sahələr olur. O bal ucuz olur həmişə. Nəyə görə? Oradan çox miqdarda bal yığa bilirsən. O indi böyük ölkələrdə əkilir. Bizdə günəbaxan əkilir. İstədik ki, bu il gedək, araşdırdıq, elədik, gedək yığaq. Bizə dedilər ki, iyulda başlayır çiçəkləməyə. Mən də baxdım, düz gəlir də, gedib yığarıq, baxarıq, heç kəs də yoxdur günəbaxan. Deməli, vaxtı çatanda getdik baxmağa, artıq iyunun ortasında baş bağlamışdı. Semişkalar sahələrdə pis gündədir, baxılmamış. Yəni sahə ora sortu da bilmirsən. Yəni indi çox sortlar var hər şeyin ki, hansı ki şirə vermir ümumiyyətlə. Yəni o ballar ucuz olur sahələr olan yerdə. Bizdə ballar hamısı necədir? Yəni ki, hamısı dağlardır da demək olar. Bir, yəni dadı da indi yeyirsiniz, baxırsınız, fərqlidir. Bəli, çox daddır. Sonra indi qiymətə gəldikdə baxır nə qədər ucuz. Bax, bizdə deyək ki, tutaq ki, 30 manatdan 60 manata kimi də ballar var. Təxmini. Mən Əlcəzarda oldum. Cəmaət səhradan yığır ha. Videolarda paylaşmışam. Səhradır, sapsarı. Oradan buradan verbilüşə, kalyuçka deyirlər, balaca şeylər. Orada bal yığır cəmaət. Tozlar, nə bilim. Yəni onların balı, deməli, onlar balı kilosunu hardasa 60 manata satır. Bizim pulla.
bizim pulla, hə, 60 manata. Amma onların gəliri 2 dəfə bizdən azdır maaşı. Hesab elə ki, bizdə 120 manata alırsan. O niyə? Elə də yəni ki, balın əldə olunması gəlizdir, çətindir. Çətinliklə alınır. Yəni bizdə kilo ilə alırlar, orada onlar 250 qramlıq bankalarda satırlar əksəriyyəti. Mən orada çəkilişim var, mənim videom var da, onu da qoymuşam, orada çəkmişəm. Mən orada olanda elə oldu ki, bazar gəldi, həmin kənddə oldu. Mən də getdim elə orada çəkdim də. Bizim yarmarka kimi razmerində yarmarka idi. Bizdə o Bakıda keçirmirlər indi. Çox balın dadına baxdım. Yəni bizim bal kimi dad yox idi. Demirəm, pisdir, yaxşıdır. Yəni tam fərqli dadlar idi. Yəni, o onların qiyməti. Mən Ukraynada yaşayanda orada balonunu mən 3 dəfə ucuz almışdım. Amma bizimkilər yeyəndə dedilər, deyir, bizim bal kimi deyil. Yəni, yəqin ki, indi bilmirəm, bəlkə Ukrayna, Rusiya kimi indi ölkələrdə orada da baha ballar var, yəqin ki. İndi orada ucuz olmağı da bizə də bir tərəfdən pisdir. Deyim nəyə görə, bax, yenə qayıtsaq saxtalaşdırmağa, 2 il dala bal olmadı. Nədir o, gökə balı zat, yəni Qafqazda olmadı. Rusiyadan aldılar bu Altay balları, gətirib Azərbaycan balı kimi satdılar. Demirəm, pis bal satdılar. Amma ki, qazanan alverçi oldu. İnsanlar da dedi, Azərbaycan balıdır. Bir saxtalaşdırmanın bir növü də. Bir növbə də. Sadəcə bizimkinə desən ki, bu Rusiya balıdır, almır da. Problem odur. Yoxsa ki, nədir, yəni pis bal deyil ki, yenə alıb yeyirlər də. Sadəcə biraz ucuz alarlar, istəmirlər. Yəni, hər alıcının özünə biri bax, bizim balı alır, deyir ki, durudur. Mən deyirəm ki, mən neyiniyim, mən də kraxmal qatıb satanmaram balıma. Qoyu istəyirsən, kraxmal qatıb satanlar var, onlardan alın. Yəni, bal duru olan şeydir. Bax, o da bir sualdır. Özüm verim, deyir. Bal 30 dərəcə isti olsa su kimi axır. 20 dərəcədə qoyudur. 10 dərəcədə vəbşi qoyu olur. Yəni, temperaturdan asılı olan bir şeydir. Parlamağa başlayırsa qoyulaşır. Yəni, durudur, qoyudur, onunla bal ölçmək olmaz. Bəziləri onunla ölçür. İstəyir ki, marmelat kimi olsun, nə bilim nə olsun. Kristallaşmaq deyirdi ki, kristallaşmaq hər balda fərqlidir. Bunu mən kristallaşdırdım, özüm xaladelnikdə homogenat elədim də, başqa bir məhsuldur. Ondan qalmışdı xaladelnikdə. Sonra gördüm, tam kristallaşıb, yaddan çıxıb orada biraz qalmışdı, yarım bankı. Götürdüm, yedim, gördüm, yağ kimidir, yəni götürürsən yağ kimi. Eləsi var, daş kimi olur. Eləsi var, deyirlər, iri, krupna zernisti, yəni elə olur, iri. Eləsi olur, lap xırda. Yəni, hər bal da fərqli cür kristallaşır. Cürbəcür kristallaşır, düzdür. Elə adam var ki, o vaxt keçən il neydi deyir, xaramış var, xaramış istəyirəm. Originaldır da. Hər insan öz biliyi var, ona görə çalışır, nətərsə alsın. İndi bax, pulsuz aksiyalar edirsiniz. Və bunun səbəbləri, o bir tərəfdən qorxmuş ki, sizin, necə deyirlər, pullarınızı qaytarmasına. İndi, bax, çalışım, düzgün cavab verim də. Yəni, adamın beynində bir şey olur, onu düzgün də çıxartmaq çətin biraz olur. çətin olur. Deməli, birincisi, yəni, bal yeyən insanlar, bunlar tam başqadır. Yəni, daimi bal istifadə edən insanlar başqadır. Yəni, ikincisi, mən əsas bugün hardan başlayıram o aksiyanın yayılmasını? Başlayıram məscidlərdən. Misal üçün, mən flyerlər hazırlayıram indi. Məsciddə gedib cümədən sonra çıxıb, orada paylayıcıyıq hamıya. Yəni ki, bu cəmaatda, yəni belə deyim, atan cəmaat deyil də. Yəni ki, orada risk mənim üçün minimumdur. Hətta olsa da, hərə Allahın qabağında cavab verir də. Bu da düz. Hələ məbləğ deyil. Mən 1000 manatlıq bal vermirəm ki, mən maksimum, misal üçün 100 manatlıq bal verirəm maksimum. O da ki, mən bir neçə dəfə etmişəm.
bir neçə dəfə yoxlamaq üçün etmişəm elə aksiya. Demək olar ki, 99% adam dərhal ödəyir. Deyir, ya mən ödəyəcəm. Yəni ki, heç kəs gözləmir 2 ay, 3 ay, ya nəsə. Hə. Yəni bu aksiya nə üçündür, nə göstəricisidir? Yəni mən baldan o qədər əminəm ki, deyirəm, bax, götür, ye, xoşuma gəlməsə qaytar, mən özüm yeyərəm. Yəni kimin xoşuna gəlmir, qaytarsın. Yəni heç kəsdən heç nə eləmirik. Hə, yəni ki, bilsinlər ki, bu təmiz baldır. Flayerin üstündə də ən başda yazmış, yadımdan çıxıb dəqiq, yəni nə yazmışam. Saxta bala son qoyaq. Yaxşı divizdir. Odur, hə, yəni ki, o divizlə ki, saxta bala son qoyaq. Yəni dediyim kimi çox adam dərhal kim ki bal yeyir, onlar bilirlər bal nədir. Kim ki bilmir də başa düşür ki, yəni ki bu təmiz baldır, biraz ödəyirlər. Hələ atan olmuyor. Nə vaxt olsa, çoxalsa, onda baxaram. Bizdə adətən 100 manatı da atmağa meyil göstərən yoxdur. 100 min olsa, 5 min, 10 min. Yəni ki, kim ki kasıbdır, gücü yoxdur, çatmır, yəni o da indi istəyirik təmiz bal yesin, daha hamı istəyir təmiz bal yesin. Yəni onların da gücü çatsın, ala bilsin, bir banka alsın, yesin 3 aya, hər halda günə 10 ödəməyə. Yəni ki, xeyrini görsün, dadını görsün. O qədər indi saxta bal var ki, meydanda deyək ki, yəni ki, orijinal balı satmaq, belə deyim, həmişə belə olub da, yəni marketinq başqadır, satıcı başqadır. Yəni ki, nə istəyirsən satır. Amma ki, kim ki, nəsə orijinal bir məhsulu var, o sata bilmir deyənə inkişaf etmir. Çünki bazarda onu tanımırlar. Hə, bazarda tanınmaq, sonra da var ki, yəni ki, çox adam, yəni mən görmüşəm, siz də görmüşsünüz, hamının həyat təcrübəsi var da, təmiz adam əlinə pul deyəndən sonra, mən tanıyıram, bal satırdı, sonra daha uca satdı, öz balını satırdı, sonra gördü, yaxşı alıcılar inanır da ona. Başladı ki, ondan bundan alıb satmağa da. Yəni ki, pul deyəndə adam indi xarab ola bilir də. Onlar çox var elə insanlar, bəli. Yəni ki, cavab verə bildim. Arıdan, baldan başqa məhsullar satırsın. Elə deyək, olanda satırıq. Yəni, hal-hazırda satmırıq. Yəni ki, onu soruşmaq istəyirdim də. Yəni ki, nəyə görə yoxdur, satmırıq və s. Deməli, hər bir məhsulun alınma vaxtı var da. Nə vaxt keyfiyyətli məhsul ala bilirsən. Və biz, belə deyək, indi mən tək deyiləm də, bir neçə arıçıyıq və hər öz işi var, komandayıq. Arılar özləri, öz ailəsində komandadır, biz də komanda olmalıyıq ki, nəsə əldə edə bilək. Yəni, hər bir məhsul öz vaxtı var, nə vaxt əldə etmək olur və miqdarı var, nə qədər əldə edə bilirsən. Və sən, misal üçün, arı sütü yığırsansa, sən balda itirəcəksən. Orada hələ yoxdur, bunu da yığdım, bunu da hamısını birdən. Nəsə yığırsan, o birisindən itirirsən. Həmişə baldan itirirsən də, çünki... Axır rezultatda. Bizdə məhsullar var idi, çoxsu sifarişlə idi. Misal üçün, indi sifarişlər götürür ki, mayda homogenat olacaq, ana sütü olacaq, çiçək tozu olacaq, başlanacaq da. Sifarişdən kənar nə qalarsa, onu satırıq. Çiçək tozu yığmışıq biz bu il. Oradan yığdığımız satılıb gedib, qalmadı. Yəni, çiçək tozu o qədər yığılmır da. İndi arılarımız biraz sayı çoxaldı, biraz inşallah çox olacaq. Qışdan çıxsalar. Bugün indi inşallah baxmaq istəyirəm, görüm arı varmı yeşiklərdə. Yəni, propolisdir. Propolisin başqa bir dərdi var. Yerli arılar qəşəng propolis verir. Bu təbii antibiotikdir, çox xeyirdir. Bax, misal üçün da spirtə atırlar onu biraz. İndi istifadə etməmişsiniz də, yəyin ki. Spirtə atırlar biraz, gərəli var da. Spirtin içində o tam həll olunur. Yəni, tam əriyir propolis. Sonra boğazın ağrıdı, nə oldu? Bir dənə belə pıs dedirsən, su. Elə belə götürürsən, qusok, boğazın ağrıyır, mədən ağrıyır, prosto götürüb çeynəyirsən.
Misal üçün, Yəni yəni mumdur ha. Mum necə? təbii antibiotikdir. Ha, Düzdür, onu da yığmaq çətindir, yəni dərmanlı olmasın. Onu yığıb satırlar, bilmirsən nədir də. Daimi Nədir? kimyəvi olmasın, onu da danışmışdıq. Bax, çiçək tozu elə güləm, yəni ki, sifariş olsa, indi də etmirik. Mən misal üçün, indi bayaq dedim də, indiki vaxtı dərman zat nəsə verilir. Düzdür, biz dərman elə kimyəvi vermişik. Deyilməmiş kimyəvi dərman. Kimyəvi verməmiş də indi. Qarışqa turşusu Yəni vermişik. ki, çıxardıb vermək olar. Belə deyim, şanlı bal var hələ bir miqdarda, amma tez bitəcək o da. Yəni arıçının əsas əslində məhsulu, həm gəliri, həm məhsulu 95% baldır. Digərləri 5% nəsə verir. Çox arıçı heç etmir, onları edə də bilmir. Birisi məhsulları. Yəni məhsul var, sadəcə oldu, qutardı, tez satılır. İndi bu dəqiqə istəyənlər var, deyir, süt ver, ana sütü, arı sütü, ana sütü, hamı fərqli şey deyir də, yəni homogenatdır, çiçək tozu ilə qarşımıza. Mən deyirəm, birisi hindi yoxdur, ikincisi deyirəm ki, alsaz, yəni ki, bax, belə bir şey deyim də, bizdə arı sütü satırlar. Heç kəsin ağlına gəlmir ki, arı sütünü xaladelnikdə qarşılmalıdır. Gətirirlər, verirlər alaş-biricdə. Onun temperaturu qalxdısa, belə temperaturda adi 3-4 saat saxladınsa, onun keyfiyyəti getdi. Marazinlikdə. Balın içində xaladelnikdə. Amma açıqda saxladınsa, getdi. Onun, yəni ki, ona fikir verən yoxdur, onu izah edən yoxdur heç kəsə. Mən də ancaq, belə deyim, mən ancaq təmiz məhsullar satıram. Yəni, qazanmaq üçün etmirəm ki, mən qazanım. Pulu Allah verir, pulu Allah alır. Pul istəsə olacaq, istəməsə olmayacaq. Yəni, mən əsas borcumu yerinə yetirirəm ki, yəni bizdə biz hamı, komandamız hamı demək olar ki, namaz qılandı. Qılmayan da qılacaq inşallah. Bizdən onlara virus keçər. Yəni, belə bir şey də var. Bax, saytda onu açıq yazmışıq ki, ölü arı satmırıq ümumiyyətlə. Nəyə görə satmırıq? Çünki mən onu araşdırdım, baxdım, necə, nə. Tutaq ki, mən ölü arı verdim də, dəminə iç. Nədən ölüb? Ona heç kəs fikirləşmir. Hansı xəstəlik? Kimyəvi dərmanla ölüb, nədən ölüb, mən onu satım. Amma ki, belə ölən arı, öz-özünə ölən arı çöldə ölür, birincisi, arılar evdə ölmür. Çöldə ölür. Evdə ölən də azmaz bir şeydir, onu özüm istifadə edərəm də. Misal üçün, satışa elə bir şey yoxdur. Ən ideal variantı odur ki, arını götürürsən, öldürürsən, qurudursan, adama verirsən, ya qurutmursan. Arını da öldürmək, yəni ki, dinimizdə, Quranda haramdır. Dinimizdə günah yox, haramdır. Bir var, günah nəsə bir şeydir, araq içdin, bax, bu haramdır, amma biraz günah kimi haramdır da. Ondan pisdir. İndi biz arıçılıqda arını öldürürük, bilərəkdən yox. Misal üçün, ailəni xilas etmək üçün, 100 min arını xilas etmək üçün 1000 dənəsini öldürmək o haram deyil ki, sağ qalsınlar. Bax, arıçılıqda başqa şeydir, amma satış üçün, pul qazanmaq üçün öldürmək haramdır. Buna görə hələ onu satmırıq. Yəni, ancaq nə halal var, halala çıxa biliriksə, onu da satırıq. Başa düşdük. Halal deyilsə, yəni, bu da baldır, misal üçün də satırıq. Deyirik ki, təmizdir. Mən onu dəqiq bilirəm ki, təmizdir. Yəni, mənim biliyim də səviyyəsi odur ki, mən təyin edeyim ki, yəni təmizdir. Yığdığım yeri də bilirəm. Yoxda, harada yığmışıq. Yəni, yaxında heç bir şey yoxdur da, dəqiq bilirsən ki, təmizdir. Dağlarda orada ümumiyyətlə yoxdur. Və qiymətə gəlincə də, bayaq bilməm, yarımçıq qalıq. Yəni, dağ balı bizdə bahadır da. Nəyə görə? Birincisi, dağ balı az olur biraz. Dağ balın diastazı da yüksək olur. Səbəblər var. Harada ki, soyuqda yığırlar arılar balı. Onun həmişə diastazı yuxarı olur, fermentləri. Çünki arılara daha çox vaxt lazımdır ki, onu bala çevirsin. Misal üçün, bizdə deyirəm, yayda 1 həftə edir, orada 2 həftə çəkəcək. Daha çox arı cəlb olunur buna. Yaxşı, bax, ümumiyyətlə, dağda baxmaq olar mı? Ən yaxşı balıqlar, məsələn, şu dağda
baxsın. Elə bir şey. Həmişə saxlamaq üçün. Əlbəttə, yəni ağırçılıqda var stasionar, yəni bir dəfə qoydun həyətdə, su qaldı, eşilə aparmaz. Yox, məsələn, dağda apardın, qoydun, dağda baxdın, belə bir şeylər olur. Çiçək varsa əlbəttə. Yəni bizim dağlarda çiçək Rus dilində çəkəndə orada soruşdular ki, Arktikada var. Mən düzü bilmirəm, çiçək varsa var. İndi məsələn, dağa apardın, yəni qoydu, dağda qalsa nə olur? Bütün il boyu qalsa heç nə olmaz. Yox, elə bir ki, dağda saxla. Yaşamaq Nəyə görə aparırlar? Qorumaq Mən lazım. deyim də nəyə görə aparırlar? Yəni köçəri arıçılıq nə üçündür deyim də. Yəni ki, əgər ancaq dağda qalır, dağda cəmi bir dəfə bal olacaq, 15 kilovat yığasan da. Amma misal üçün dağda baxır, həm də dağ soyuqdur da. Bizdə burada arı heç qışda görsən ki, uçur. Orada keçən il dağdan, Filfillinin dağından gətirmişdilər. O Təbriz almışdı iki yeşik. Onun arıları avqustun axırı gələndə o qışa hazır yatmışdılar orada. Bizimkilər hələ noyabrda yatacaq. Yəni o vəziyyətdə idi. Orada tez qışa girir, qış uzundur. Mənfi 20 zad olur belə, işığımız da gəldi. Mənfi 20 zad olur temperatur, mənfi 30 da ola bilir. Yəni ki, qış daha sərtdir. O pis deyil, demək deyil pis. Yox, mən prosta mənim bir-birisindən maraqlıdır. Əgər məsələn bir dəfəlik də gedirsən dağda düzgün qoşdun hər şeyi, adam da qoydular işçilər ki, baxsınlar dağda. Bir dənə soyuq gedir. Yox, cəma çox adam belə edir. Yəni yaxşı belə deyim dağ varsa, yəni ki, yaxşı çiçəyi Şərait varsa. Yəni belə deyim də, dağdır, meşədir, misal üçün meşədir də. Arı ağacdan şirə yığmır ki, çiçək lazımdır. Əgər orada cökə varsa, əgər orada nəsə çiçəkləyən ağaclar ya yerdə çiçək çoxdursa, yığır problemsiz.